Efirimizin birinci hissəsində Kəmalə xanımla, üzr istəyirəm, Lətifə xanımla indi Hüqa deyirik, amma Nigardır, adı əslində adı Nigardır xanımın. Arasında olan problemlərdə mənə reklamda da zəng vurdu, mən düz aşağı düşmüşdüm. Dedilər ki, Lətifəni belə sakit görmə. Lətifə sözünü deyən bilən qadındır. Dedim, hər bir qadın kişi öz sözünü deməlidir də. Özü bunu yığan mənə xanım ifaçı aşıqdır. Deməyəcəyəm adını. Çünki mən niyə adını deməyəcəyəm? Mən ona dedim, yığ efirə. Dedi, yox. Kim Lətifədən bugün belə yanıqlıdır? Lətifəyi belə bilmədiyəndə nə mənada deyirsən? Yəni, sakit baxma da Lətifəyə də. Sakit deyəndə mən sakit adamam. Heç kimlə işim yoxdur. Amma heç kimlə problemim yoxdur. Quyruğuma bastırsalar? Hər kəsin heyvan da quyruğunu bastıranda qaydırar. Bəli. Kim olar sizcə o xanım? Kim bu Lətifənin ikinci dəfə qayıdıb da zirvələrdə uçan qartaldan sonra yenidən gündəmə gəlməyi kimi dar elədi yerinə? Vallahi mən bilmirəm ki. Lətifə xanım, gəl səninlə olar. Hamısı sevə bilməz axı. Tövbə bilmirəm. Elə bir sən məni sevir, müğənnilərin çoxusu baxılır. Ola bilər kimsə öz-özündən də arxada mənə yüzümə heç bir şey demirəm. Rəhmətli Hüseyin Arifin bir sözü var. Bəli. Deyir, nə deyib? Nə çoxdur Hüseyini sevməyənlər də çox böyük şair olur. Hamının xoşuna gələ bilmərəm. Biz də hamının xoşuna gələ bilmərik. Hərənin bir dinləyicisi var. Təbii ki, siz düz dediniz. Eşq olsun, əhsən sizə. Yox, amma Lətifə, bu camiyyədə bütün saz ifaçı xanımlarla yaxşıdır münasibət. Vallahi heç kimlə işim yoxdur. Bax, Allah haqqı. Tövbə, bax, oğlumun canı. Bax, and içmir. Mənim heç kimlə işim yoxdur. Bura and yeri deyil, bura pir deyil, ziyarətgah, bu da and içmir. Heç kimlə işim yoxdur mənim. Ola bilər kimisə öz aləmində məndən işim, ola bilər mənim heç kimlə işim yoxdur. Bundan qabaq kim bu mahnını oxumaq istəyib, ona bir sətr altı demirsən ki, mənim mahnımı oxuma? Heç kim. Dəqiq olsun. İlk dəfə? Yox. Sizdən sonra kim bu mahnını oxumaq istəyib, siz demişsiniz ki, eləməsin. Xəbər göndəribsə, demişsiniz eləməyin. Aşıq? Bəli. Saz ifaçısı da aşıq deyil. Heç kim. Mən heç kim deyil. Açıqlan deyil də, mən də... Yox, mən xoşlamıram. Bax, mən indi baxırdı o adam burada da, mən də demə. Yox, demə dedisə, öküzü öldürüb qulunuzdan niyə bıçaq qırır ki? Çünki siz bayaqları bu xanıma, Nigara dediniz ki, mən heç vaxt yalan danışmıram, filan sakitə devam. O da yığdı başqa şeyə görə, güya da indi başqa şey. Adama deyir, qızım, gəlinim, qızım sənə sözümü deyirəm, gəlinim sən eşit. Deyir, Lətifəni də belə sakit bilmədi. Mən ümumiyyətcə, bəzi aşıqlar haqqında son zamanlar sizdən uzaq olsun, elə bir şeylər eşitmişəm ki, demə, bu sevgili söhbəti elə bunlarda yalnız müğənnilərdə olmayıb. Aşıq xanımlar sevgililərinə görə özlərini nələr eləyiblərmiş. Özü də bilir nə deyirəm, bəlkə də prosto indi demə, nələr olubmuş o vaxt, o bazburutlu kişilər vaxtı, bildin də, Sovet vaxtı, özü məmurlar olublar. Bilirsən nələr olma, adama bizim indi amma onlar çıxırlar, televiziya qarşısında insanlara əxlaq dərsi keçirirlər. Hətta pop ifaçılar da var, sənətkardırları, kişi üstündə dava edənlər var ki, illərlə bir kişi üstündə qırğınlar olub, indi çıxırlar, çünki bir istəyir, bax, telefon olmayıb, TikTok olmayıb. Kim görüb? Ədalət görüb, ədalət öz kişiyinə sığışdırıb deməyəcək. Cavad görüb, miniblər avtobusu, o vaxt hərən maşın olmayıb ki. Bir avtobusa miniblər, geliblər safxozda bir, nə bilim, tarla bayramına, orada bir dənə oranın böyüyü doldurup məhsul bayramları qırğın edirdilər. Elə tutmayın, siz də mənim ürəyimsiz, o pis görünür, elə tutmayın Cavad müəllim. Əlvi elə tutma. O biri var ya, çıxıb balaca deyil, siz mənim ürəyimsiz onu. Cavad müəllim, niyə o vaxtı səhv buraxan müğənnilər, indi öyüd nəsiyyət verirlər müğənnilərə? Kişi üstə ayrılanlar, kişi üstə dava eləyənlər, niyə indi yaşlanıblar deyə onlar elə bilirlər ki, yağış yağdı, çatlaqların üstü bağlandı. Sən bilmirsən nə deyirəm? Sərf eləmirsən nədə? Yox, mən belə şeyləri bilmirəm vallahi. 50 il deyə bu sənətdəsən? 60 il. Sənin gözünün qabağından bilsən kimlər gəlib keçiblər, yəni o kantkü bilmirsən kimlər kiminlə qırğınlar eləyiblər. Bəli. Olub da. Və indi baxırsan efirdə onlar çıxırlar qoca yaşlarında. Cavanlara öyüd nəsiyyət verirlər, özləri elədiyi hər şeyləri niyə başqalarına da şey edirlər ki, özləri də o səhvi buraxıb da? Hər kəs özünə cavab verir. Bəs mən deyirəm də, səhvsiz bəndə yoxdur. Bəli. Əgər mənim bir səhvim varsa, bunu gizlədir, necə el aləm? Axı o kişi oradan bilir mənim səhvimi, ya da ki burada, mən niyə? Və onlar görmürlər ki, xalq onları bilir. Ay mənim xalqım, ay mənim canlarım. Tam insan yoxdur, nisbi insan var. Bəli. Tam Allah. Nisbi.
Sən o nisbilərə aidsən. Heç kimin xətrinə Heç deymirsən. mənim nəyimə lazım deyil. Mən bu yaşım vaxtında mən durdum. Amma cavan vaxtında. Cavan vaxtında. Cavan olma bir də Mən cavan vaxtında heç kim Ay. Deyir bir bayatı var. Deyir ki əzzinəm yüz qandı. Siz də sözünüzü bayatı ilə şey edirsiniz də. Əzzinəm yüz qandı. Tellidə deyilədi. Nə demək istəyir Tarih. bayatıya vurur. Əzzinəm yüz qandı. 50 qandı, 100 qandı. Kəbə yıxmaq bir evdir.